Bir qadın sual verir və bildirir ki, ailəlidir və aylarla evdən heç yerə çıxmır və səbəb də budur ki, öz valideynləri uzaqda yaşayır, rayonda yaşayır və həyat yoldaşının qohumları ilə də, yəni əlaqələri olsa da gediş-gəlişləri yoxdur. Və qadın həyat yoldaşına, yəni onu harasa aparmağı xahiş etsə də, həyat yoldaşı aparmır və qadın indi sual verir ki, və mən də belə olan halda bəzən qəbristanlığa gedirəm, qəbirləri ziyarət edirəm və ölən insanlar üçün dua edirəm və bu mənə rahatlıq verir. Sual verir ki, belə icazəlidirmi? Yəni qadının bəzən qəbristanlığa gedib dua etməsi. Cavab budur ki, ümumiyyətlə qadının qəbristanlığa getməsi məsələsində doğru rəy, üstün rəy budur ki, bəli, qadın bəzən qəbristanlığa gedə bilər. Yəni tez-tez getməmək şərti ilə bəzən gedə bilər, lakin müəyyən şərtlər daxilində. Şərtlər də budur ki, şəriətə müxalif əməllər etməsin, üz-gözünü cırmasın, ağı deməsin və şəriətə müxalif əməllər etməsin. Sünnəyə uyğun olaraq gedib axirəti xatırladır, ölən insanlar üçün, müsəlmanlar üçün dua edirsə, belə halda qadının qəbristanlığa bəzən getməsi icazəlidir.